Salam, bugün sizinle 9 illik təhsil səviyyəsi üzrə hazırlanmış 20 AutoCAD test kitabçasından sınaq 1, 22-ci sualın həllinə baxırıq. A və B natural ədədləri üçün 2A çıxılsın 3B ifadəsinin ən kiçik qiymət aldığını bilərək 120 bölünsün A üstə gəlsin B ifadəsinin ən böyük qiymətini tapın. 2A çıxılsın 3B özünün ən kiçik qiymətini 2A çıxılsın 3B bərabərdir 0 olanda alır. Deməli, buradan da görünür ki, 2A bərabərdir 3B'yə, A bərabərdir 3K'ya, B də bərabərdir 2K'ya. Nə deyir? 120 bölünsün A üstə gəlsin B ifadəsinin ən böyük qiymətini soruşur. 120 bölünsün A üstə gəlsin B ifadəsinin ən böyük qiyməti A üstə gəlsin B-nin ən kiçik qiymətində alınır. Deməli, elə K'lara 1 verəndə burada A3, B'də 2 alınacaq. 120 bölünsün 3 üstə gəlsin 2, o da bərabərdir 120 bölünsün 5'ə. Cavab eləyəcək 24.